Salam hörmətli izləyicilər. Avropa uzun müddət müharibəni siyasi bəyanatlarda, təhlükəsizlik strategiyalarında və büdcə cədvəllərində müzakirə edirdi. Bugün isə müharibə anlayışı Avropada zavodların sexlərinə, konveyerlərə və istehsal planlarına daxil olur. Fransa hökumətinin avtomobil nəhəngi Renault zərbə pualarının kütləvi istehsalına cəlb etməsi sadəcə bir hərbi sifariş deyil. Bu, Avropanın düşüncə tərzində baş verən səssiz, amma dərin dönüşün açıq göstəricisidir. Bəs bu qərar nə deməkdir? Avropa nəyə hazırlaşır və bu proseslər bizim region, o cümlədən Azərbaycan üçün hansı mesajları verir? Avropa getdikcə daha aydın şəkildə hərbi mobilizasiya mərhələsinə daxil olur. Fransa hökumətinin Renault konsernini zərbi xarakterli pilotsuz uçuş aparatlarının istehsalına cəlb etməsi bu prosesin ən simvolik addımlarından biridir. Söhbət sadəcə yeni müqavilədən və ya müdafiə sifarişinin genişlənməsindən getmir. Burada mülki və hərbi sənaye arasındakı sərhədlərin sürətlə silindiyi, total sənaye müharibəsi məntiqinə qayıdışdan danışırıq. Fransa Müdafiə Nazirliyinin sifarişi ilə Renault, Turgis Gillard şirkəti ilə birgə Le Mans və Calais şəhərlərində yerləşən zavodlarda ayda 600-ə qədər uzaq mənzilli zərbə puası istehsal etməyə hazırlaşır. Fransa mediasının məlumatına görə bu müqavilə 10 il müddətinə nəzərdə tutulur və 1,2 milyard dollara çata bilər. Bu, Avropa sənaye kompleksi üçün tamamilə yeni miqyasdır. Burada artıq nadir yüksək texnologiyalı platformalardan deyil, konveyer üsulu ilə avtomobil istehsalı məntiqinə uyğun silah buraxılışından söhbət gedir. İstehsal ediləcək pilotsuz aparat nisbətən ucuz və kütləvi platforma kimi dizayn olunub. O, 24 saata qədər havada qala bilir. Sürəti təxminən saatda 450 km-ə malikdir və döyüş sursatı ilə yanacağı birləşdirən əhəmiyyətli faydalı yük daşıyır. Layihənin əsas ideyası texnoloji inqilabdan daha çox sənaye müstəqilliyidir. Fransa idxaldan asılılıq azaltmaq və zərbə puaları üzrə tam qapalı milli istehsal zənciri qurmaq niyyətindədir. Renaultun seçilməsi təsadüfi deyil. Bəli, bu konsernin klassik aviasiya məktəbi yoxdur. Amma onun Avropanın hərbi sənayesində bugün ən çox çatışmayan üstünlüyü var. Kütləvi istehsal, standartlaşdırma, logistika, böyük seriyaların idarə edilməsi. Məhz bu amil NATO ölkələrinin əsas narahatlığıdır. Problem silah nümunələrini hazırlamaq yox, uzanan müharibə şəraitində itkiləri sürətlə və böyük həcmdə bərpa etmək qabiliyyətidir. Tarix burada maraqlı şəkildə təkrarlanır. İkinci Dünya müharibəsi dövründə avtomobil sənayesi hərbi iqtisadiyyatın əsas dayaqlarından idi. Renault tanklar istehsal edirdi, Ford bombardmançı təyyarələr buraxırdı, Buick və Chrysler tank istehsalına cəlb olunmuşdu. BMW aviasiya mühərrikləri hazırlayırdı. Volkswagen isə V1 qanadlı raketlərinin istehsalında iştirak edirdi. O zaman buna arxa cəbhənin mobilizasiyası deyilirdi. Bugün isə Avropa eyni modeli sadəcə 21-ci əsrin reallıqlarına yoğunlaşdıraraq pualar və yüksək dəqiqlikli silahlar üzərindən yenidən qurur. Bu qərarın fonunda Ukraynada davam edən yüksək intensivlikli müharibənin təcrübəsi dayanır. Orada aydın oldu ki, müharibənin taleyini təkcə silahın keyfiyyəti deyil, on minlərlə ədəd istehsal etmək bacarığı müəyyən edir. Avropa üçün bu, həm də öz zəifliyinin etirafıdır. 10 illər boyu Avropa hərbi sənaye kompleksi uzunmüddətli, resurs xərcləyən müharibəyə deyil, məhdud əməliyyatlara və ixrac yönümlü istehsala yoğunlaşdırılmışdı. Renaultun cəlb edilməsi bu boşluğu innovasiya ilə deyil, sənaye miqyası ilə bağlamaq cəhdidir. Bu proseslər Avropa İttifaqından kənarda yerləşən ölkələr, o cümlədən Azərbaycan üçün də mühüm mesajlar verir. Bu onu göstərir ki, qısa və lokal münaqişələr dövrü arxada qalır. Dünya iqtisadiyyatların və sənayelerin sistemli militarizasiya mərhələsinə keçir. Belə bir reallıqda mülki sənaye, enerji sektoru və müdafiə sənayesini birləşdirə bilən ölkələr strateji üstünlük qazanır. Azərbaycan artıq bu istiqamətdə müəyyən təcrübəyə malikdir və məhz buna görə bu yeni dünyada istisna yox, normaya çevrilən modellərlə üz-üzədir. Tarix geri qayıtmır. O sadəcə forma dəyişir, amma məntiqini qoruyur. Avtomobil zavodları silah istehsalına keçəndə bu bir siqnaldır. Avropa müharibəni ehtimal kimi yox, uzun müddətli və sistemli reallıq kimi qəbul etməyə başlayıb. Və bu dəyişiklik artıq nə ritorika, nə də təsadüfdür. Belə əziz izləyicilər, bizi izlədiyiniz üçün təşəkkür edirik. Gələn görüşlərədək sağ olun.